Verilişin baş sponsoru Alman brendi Bosch. Verilişin sponsoru Coca-Cola. Salam dəyərli dostlar və mənim mətbəximi daimi izləyənlər, yenə də evinizdə hazırlaya biləcəyiniz asan, tez və ləzzətli reseptləri paylaşmaq üçün sizinləyəm. Bugün də sizə əla menyu hazırlamışam. İlk olaraq yer kökü tərəvəzlərindən çox faydalı şorba. Ardıcı, pəhrizdə olanlar üçün kolesterol salatı. Və yanında əsas yemək hardallı toyuq medalyonu. Və sonda şirniyyatımız almalı lakumka pirogu. Hazırsanız gəlin yaxın oturun, başlayaq. Və dostlar, köməkçim yanımda, ərzaqları da artıq çəki ilə düzgün bir şəkildə yanıma düzmüşəm. İlk öncə başlayıram. Ən birincisi yumurta ilə şəkər tozunun qarışımına. Bunun üçün də 2 ədəd yumurta lazımdır mənə. Bunu əlavə edirəm qabımızın içinə. 100 qram şəkər tozu və əlbəttə ki 1 çimdik duz. Əlavə eləyib mikserin qolunu taxırıq və bunu yaxşıca çalışdırırıq. Əla, tam istədiyim kimi qarışdı. Gördüyünüz kimi balıcı köpükləməyə başladı. O da o deməkdir ki, artıq tamamdır. Yəni, istədiyim kimi qarışdı. Vanil şəkərini əlavə edirəm burada. 2 paket vanilim var. İstəyirəm ki, qoxusu tam da vanilin qoxusu olsun. Əlbəttə ki, keyfiyyətli kərə yağı istifadə eləsəz, bilirsiniz ki, dağılan piroq üçün, bu piroq üçün dağılan xəmirdən istifadə edəcək. Yəni, pisoçin test deyirlər, ondan istifadə edəcək. Yəni, bu cür bir xəmir hazırlayacaq və vanilin qoxusu inanılmaz gözəl bir ətir verəcək bizim xəmirimizə. Onun üçün vanilin əlavə elədim. Bunu da bir burun qarışdıraq. Otaq temperaturunda kərə yağımız var, 200 qram. Bunu da birbaşa əlavə edirəm qabımızın içinə. Burada artıq quru ərzaqlarımız var. 350 qram unumuz var və 1 paket qabartma tozu. Bunu da əlavə edirəm. Hamısını birlikdə bu xəmirə qarışdıracağam, amma yavaş-yavaş. İlk öncə kərə yağımız bu qarışımla yaxşıca qarışsın. Kərə yağımız da qarışdı. Amma tamamilə deyil. Bunun qalıqlarını bura əlavə eləyək və unumuzu yavaşdan köməkçi qaşıq vasitəsilə bura əlavə eləyək ki, bütün bu qarışımda kərə yağımızla birlikdə yaxşıca qarışsın. Əlbəttə ki, un ələkdən keçmiş, 350 qram tamamilə yetərli olacaq. Yavaş-yavaş xəmirimizi qarışdırırıq. Əslində bilirsiniz ki, dağılan pisoçni xəmir hazırladığımız zaman, yəni əl batıb, yəni yoğurmaq lazımdır xəmiri. Amma burada bizim yerimizə, bizim köməkçimiz yaxşıca çalışır, işləyir və çox gözəl bir gördüyünüz kimi istədiyimiz xəmiri hazırlayır. Bunun üçün də ən önəmli məsələlərdən biri kərə yağının otaq temperaturunda olmasıdır. Görürsünüz, artıq yavaş-yavaş xəmir toparlanmağa başlayır. Tam da istədiyimiz budur. 3,9 litr həcmli Bosch Mam Serie 5 mətbəx kombayını ilə artıq zəhmət çəkmədən istədiyiniz təamları hazırlaya bilərsiniz. Bu mətbəx robotu hər bir ayrı-ayrılıqda olmaqla çırpma, qarışdırma və yoğurma başlıqlarını özündə birləşdirir.
eyni zamanda həssas dərəcə ilə ərzaqlarınızın çəkisini rahatlıqla ölçə bilər və zaman sayğacı ilə də vaxtınızı daha faydalı dəyərləndirə bilərsiniz. Həmçinin bu kombayn sıçratmanın qarşısını almaqla mətbəxinizin daima tərtəmiz qalmasını təmin edir. Qabyan maşında yuyula bilən aksesuarları sayəsində isə təmizliyi çox rahatdır. Boş mətbəx kombaynlarını elə indi boşhome.com saytına keçid edərək və ya rəsmi distributorlardan da əldə edə bilərsiniz. Həyatı boş kimi yaşa. Xəmir dostlar, o qədər gözəl ətri var ki xəmirin, dəhşət. Yəni tam istədiyim kimi bu vanil deyirdimi, vanilin qoxusu gəlsin. Yəni tam da bu ətir gəlir bu dəqiqə xəmirdən, həm kərə yağın, həm vanilin qoxusu. Yəni həqiqətən dəhşətdir. Əlimizlə bunu yaxşıca təmizləyək. Görürsünüz, ələ yapışmayan çox gözəl bir xəmir alındı. Yəni ağızda əriyən bir xəmir olacaq bu. Tam ölçüləri də sizinlə paylaşdım. Çox asandır əslində, bir o qədər də ləzzətli bir xəmir alındı. Bir balaca gözləyək ki, gluten öz işini görsün, yəni şişsin, xəmir bir balaca tutsun özünü. Daha sonra bunu yaxşıca 3 yerə bölək, 3də 1 hissəsini qeyd etdiyim kimi dondurucuya göndərəcəm. Gördüyünüz kimi xəmiri bir balaca uzunsov elədim. Niyə görə uzunsov elədim? Çünki daha sonra sürkəçdən keçirəcəm xəmiri ki, rahat sürkəçdən keçirim. Bunu görəcəksiniz. Və sıra gəldi çatdı qəlbimizi düzəltməyə. Qəlbimizi ilk öncə düzəldək, kənara qoyaq ki, hazır dursun. Belə bir qəlbi götürdüm. Aşağı yuxarı belə qəliblər 28-30 santim arasında olur. Yəni mən 28'liyi götürdük. Bunun üçün nə edirik? Yəni altı yapışmasın ki, bu önəmlidir. Belə bir bişirmə kağızını. Ya istərsəniz yuvarlaq da kəsə bilərsiniz, ya da ki, mənim kimi məsələn, əgər əziyyət çəkmək istəmirsinizsə, bu şəkildə bağlayırsınız. Daha sonra gördüyünüz kimi artıq hər bir tərəfdən bağladıq. Artıqları bu şəkildə kəsə bilərsiniz. Gördüyünüz kimi belə bir qəlib alındırdıq ki, altı da yapışmayacaq. Çox rahat və sadə. Bunu qoyuruq hələlik bir kənara, çünki xəmirimiz balaca özünü tutsun. Xəmirimiz buradadır və biz nə edəyik? İçliyini hazırlayaq. İçlik üçün də mənə nə lazımdır? Kəsmik lazımdır və kəsmiyin bir balaca quru olduğu üçün ya qaymaq qata bilərsiniz, ya da ki, smetan qata bilərsiniz, yəni xama qata bilərsiniz. Mən qaymaq qatacağım. Bunun üçün də belə bir şəkər vanilin var. Yenə də istəyirəm ki, piroqum yaxşıca vanil qoxsun və əlbəttə ki, bir yumurta ki, yumurta bunların hamısını toplasın. Yəni yumurta burada əslində birləşdiricidir. Bilirsiniz ki, tvaroq, smetan, yəni xama elə ərzaqlardır ki, hansı ki, su buraxır, dağılır. Və əlbəttə ki, suyun qarşısını almaq istəyirsinizsə, nişasta önəmlidir. Bunun üçün də belə bir, yəni istədiyiniz əslində qarğıdalı nişastası və ya un nişastası, kartof nişastasından istifadə edə bilərsiniz. Mən qarğıdalı nişastasından istifadə edəcəm. Təpələmə olmayacaq şəkildə 3 yemək qaşığı. Yəni bu nə üçün lazımdır dostlar? Qeyd etdiyim kimi nişasta suyu toplasın. Nişasta suyu toplaması üçün də əlbəttə ki, əlavə elədik. Bu arada yarım kilo tvaroqdur məndə. Əgər ki siz tvaroqu sulu götürsünüz, 600 qram istifadə edə bilərsiniz. Mən 100 qram gördüyünüz kimi qaymaq istifadə elədim və yarım kilo tvaroq istifadə elədim. 3 dolu olmayan yemək qaşığı nişasta ki, nişasta suyu toplasın. Və 2 paket vanilin ki, vanilin qoxusu daha çox gəlsin və əlbəttə ki, bir ədəd yumurta ki, bütün bunların hamısını toplasın. Bunu yaxşıca qarışdırırıq. Yəni əslində, belə deyim də, bizim piroqumuz 2 qatlı olacaq. Bir qatı almadan olacaq, bir qatı da kəsmikdən olacaq, yəni tvaroqdan. Və tvaroqdan olan ümumiyyətlə bütün şirinyatları mən sevirəm. Xüsusən də alma ilə qarışanda. Ümumiyyətlə, tvaroq hər şeydə əslində yaraşır, amma alma ilə bir başqa olacaq. Əgər ki, belə bir piroq hazırlamamısınız, mütləq tövsiyə edirəm sizə ki, hazırlayın. Xüsusən də bu resepti yadda saxlayın. Əgər ki, qaçırmısınızsa, yardım bizə qatılmısınızsa, əlbəttə ki, heç də üzülməyin. Çünki YouTube-da həm verilişin təkrarını, həm də ki, bu resepti mən sizinlə xüsusən də detallı bir şəkildə paylaşacağım.
Yaxşıca tvaroqu görürsünüz. Qeyd etdiyim kimi tvaroqum quruydu. Yəni buna mən qaymaq qatdım. Qeyd etdiyim kimi istəsəz hama da qarışdıra bilərsiniz ki, çox da sulu, ləzzətli, gözəl, yəni yağ kimi belə yayılacaq bir tvaroq alınacaq, yəni kəsmik. Bütün qarışımları bir-birinə qatdım. Əlbəttə ki, tvaroqun burada iri parçalar var. Bunları da bölürük ki, tvaroqun tamamı bütün ərzaqlara qarışsın. Bunun içinə quru üzüm də eləyə bilərsiniz dostlar. Çox da gözəl olacaq. Mən sadəsini elədim. Sadəcə olaraq bilirəm ki, üzümlə alma bir-birinə çox gözəl yanaşır. Hamanı, kəsmiyi, yumurtanı, nişastanı qarışdırdım və əlbəttə ki, balca şirinliyi vermək lazımdır. Bunun üçün də 100 qram şəkər tozu, bunu da əlavə edirəm. 100 qram əlavə eləmişdim xəmirinə, 100 qram da əlavə elədim içliyinə. Çox az da almasına əlavə eləyəcəm. Yəni çox şirin alma götürsünüz, heç əlavə eləməyə ehtiyac yoxdur. Mən almanı xüsusən də kəmşirin götürdüm. Bir balaca turş götürdüm ki, şəkəri ora qarışdırdıqda, yəni bu belə kəmşirin, turş bir dad olsun. Əla. Kəsmiyimiz hazırdır. Kəsmiyi qoyaraq bir kənara və 4 ədəd almamız və 1 ədəd də limon mənə tam olaraq kifayət eləyəcək. Bunları da nə edirik? İncə-incə, xırda-xırda kəsirik. Birbaşa qabığı ilə birlikdə. İstəsəz böyük göz sürtkəçdən də keçirə bilərsiniz. Mən suyunu buraxmasın deyə sürtkəçdən keçirmirəm. Birbaşa bunu bu şəkildə doğrayıram. Və yığırıq qabımıza. Böyük parçalar varsa bunları da əlinizdən ayıra bilərsiniz. Və bu qaydada dostlar yaxşıca almaları doğrayırıq. Almamızı da doğradıq. Gördüyünüz kimi həm suyu qaldı içində, həm də gördüyünüz kimi tam da diri-diri durur. İndi nə edirik? Qeyd etdiyim kimi 1 ədəd limonu suyunu yaxşıca üzərinə sıxırıq. Və nə edirik? Çox az şəkər tozu əlavə eləyim. Çox az. Aşağı yuxarı bir 3-4 yemək qaşığı. Və bunu yaxşıca qarışdırırıq. Qarışdıra-qarışdıra da bunu biraz əzirəm ki, həm suyunu çıxartsın ki, suyu istifadə eləyəcəyik. Yəni bütün almanın həm suyunu, həm şəkərini istifadə eləyəcəyik piroqumuzda. O qədər gözəl qoxu gəlir ki, limon qoxusu qarışıb almanın qoxusuna. Əla, tam istədiyim kimi oldu. Burada dursun və biz neyini? Artıq piroqumuzu düzməyə, yəni yığmağa başlaya bilərik. Bunun üçün də qəlbimiz buradadır. Xəmirimiz artıq gluten öz işini gördü. Un yaxşıca şişdi və nə edirik? Belə-belə əlinizlə düzgün bir şəkildə şəkil verərək qabımıza yayırıq. Altı bir balaca qalın olsa problem yoxdur. Bütün bu ərzaqlarımız çox olduğu üçün yəni altında bir balaca qalın olmağı yaxşıdır. Qəlbimizi şəkilləndirənə qədər sobamız da isinsin. Onun üçün də bunu açaq. Gətirək 180 dərəcəyə. Alt-üst konveksiyada biz də yavaşdan qəlbimizi düzəltməyə davam edirik. İlk öncə nə edirik? Kəsmikli içliyi əlavə edirik piroqumuza. Qaşıq vasitəsilə yaxşıca düzləşdiririk ki, hər tərəfə yayılsın. Kəsmiyi əlavə elədik, sıra gəldi çatdı almaya. Almanı da düzgün bir şəkildə hər tərəfinə əlavə edirik piroqumuzun. Gözəlliyə baxın, dostlar. Tam-tamına 4 ədəd alma mənə yetdi. Və yaxşıca, yəni basışdırmağa ehtiyac yoxdur, yəni basmağa
bastırmayın ya qaşıqla. Sadəcə olaraq düzgün bir şəkildə üstdən bunu hər tərəfə yayın. Baxın mənim kimi. Yəni heç basmadan hər bir tərəfə, yəni üzərini pres etmədən yaydım. Tam istədiyim kimi oldu. İndi sıra gəldi, çatdı bizim xəmirimizə. Sürtkəçi qoyum yanıma və xəmir soyuducudadır. Bu xəmir də burada donub və nə etmək lazımdır? Bunu da sürtkəçdən üzərinə düzgün bir şəkildə keçirtmək lazımdır. Onun üçün bu formaya saldım ki, bu formadan, yəni sürtkəçdən keçirmək rahat olacaq. Görürsünüz? Tam istədiyim kimi. İndi tam da anladığınızı eşidər kimiyəm. Çünki görürsünüz, tam istədiyim kimi, plastilin kimi xəmir həm soyuq olub, həm də işləmək daha rahatdır. Sürtkəçlə gəlişi gözəl bunları sürtkəçdən keçiririk ki, istədiyi yerə düşsün. Bir balaca əlbəttə ki, daha da tutsaydı özünü daha da rahat sürtkəçdən keçərdi, amma yenə də biraz soyuyub pis deyil. Əgər vaxtınız varsa biraz da soyuduca daha çox uzun tuta bilərsiniz. Görürsünüz mənim ki, bir balaca, yəni xəmir bir balaca belə deyim də yumuşalıb. Yəni yumuşaqdır. Çünki az zamana qoydum. Amma əlbəttə ki, hər bir şey sizin rahatlığınız üçün. Ki siz də görəsiniz, öyrənəsiniz və sevdiklərinizi həm sevindirəsiniz, həm təəccübləndirəsiniz. Gözəl, ləzzətli şirinyatlarla, reseptlərlə, yeməklərlə. Finjandakı xəmirimiz artıq bitir. Hamısını yaxşıca sürtkəçdən keçirtdik. Piroqun hər bir yerinə gələcək şəkildə. Dostlar, artıq bütün işləmləri tamamladıq. Sıra gəldi çatdı bu gözəlliyi sobaya göndərək. 180 dərəcə öncədən isinmiş, aşağı yuxarı 40 dəqiqəyə. 40 dəqiqədən sonra bu bişəcək. Biz də ona qədər digər yeməklərimizi hazırlayacağıq. Piroqumuz bişənə kimi dostlar, biz əlbəttə ki, boş dayanmayaq. İkinci yeməyimizə başlaya bilərik. Bunun üçün də əlbəttə ki, turp götürdüm. Əlbəttə ki, bu dəqiqə elə bil ki, eşidirəm ki, deyirsiniz ki, turpdan şorba olar. Dostlar, olar. Çox da faydalı və ləzzətli olacaq. Bunun üçün də əlbəttə ki, gördüyünüz kimi bu rəziyana köküdür. Rəziyana kökündən istifadə edəcəm. Burada kərəviz kökü var. Yəni olmazsa olmazımızdır. Yəni belə bir turpun, yəni ağ turpun kökü var. Belə bir yer alması var. Əlbəttə ki, zəncəfildən istifadə edəcəm və qırmızı ağın qarışımı bir turpdur. Bunlardan istifadə edəcəm. Kökü kolesterol salatda istifadə edəcəyik. Yavaş-yavaş bunları soyaq. Necə soyacağıq dostlar? Kərəviz yarpağını alırıq kənara. Bunları daha sonra başqa bir yerdə də istifadə edə bilərik. Kərəviz kökünü bıçaq vasitəsilə təmizləyin. Bu cür hər bir tərəfdən təmizləyərək bunları yaxşıca ağ yerinə çıxana qədər soyuruq. Gördüyünüz kimi hər bir tərəfi ağ rəngdə olana qədər biz bunu soyduq. Və eyni qaydada da turpları da neynirik? Belə bir soyacaqla hər bir tərəfini yaxşıca soyuruq. Krem qaymaqla hazırlayacağıq biz bu şorbanı. Amma dadı əlbəttə ki, çox gözəl olacaq. Və daha da belə kıvam vermək üçün kartofdan da istifadə edəcəm. Amma bu turpun özü, bu yer köklü tərəvəzlər inanılmaz gözəl həm ətir verəcək, həm dad verəcək, həm də qeyd etdiyim kimi vitamin verəcək. Bunların hamısını qoyuruq kənara. Turpu yenə də ağ rənglərə gələnə qədər yaxşıca soyuruq. Turpu da soyduq, qoyuruq yanımıza və eyni qaydada da zəncəfili də bu şəkildə təmizləyirik. Zəncəfil çox az istifadə edirəm. Bilirsiniz ki, zəncəfil ümumiyyətlə həm acılıq verir, həm də çox faydalı olduğu üçün bu şorbamda istifadə eləmək istədim, amma çox az, çünki qeyd etdiyim kimi acılıq verir. Və eyni qaydada, yəni ağla qırmızı qarışım turpu da soyuruq soyacaq vasitəsilə. Hər zaman bu yer üzündə sən ünvanım, sən mənim varlığım, ürəyim canım. Kök tərəfini də kəsirik. Bu bizə lazım deyil. Görürsünüz, yəni çox gözəl bir teksturu var, həm də çox gözəl dadı var. Bunda əslində biz çuğundurdan da istifadə edib, amma çuğundur qırmızılıq verdiyi üçün mən bu çorbaya qırmızılıq vermək istəmədim. Yəni çünki basqın həm rəngi var, həm dadı var.
Onun üçün sadəcə olaraq gördüyünüz kimi beyazlardan istifadə edirəm. Bu da yenə də bizim turpumuzdur. Bunu da yenə də eyni qaydada böyük olduğu üçün hər bir tərəfdən bıçaq vasitəsilə soyuruq. Əla. Bu turpumuzu da soyduq. Gördüyünüz kimi burada rəzyana da var. Rəzyanın bu hissələrini kəsirik. Bu hissələrin yeməkdə də istifadə edə bilər, amma bu hissəsini istifadə edəcək şorbaya. Ocağı açıram. Qazanın altını gətirirəm orta alova və yavaşdan başlayırıq soğanla, sarımsaqla. Əlbəttə ki, heç bir demək olar ki, çox şorbalar əlbəttə ki, soğansız olmur. Onun üçün biraz soğan bu şorbaya da tam olaraq yerinə düşər. Qazanımız orada islənə qədər bir balaca bitki yağı. Mən zeytun yağından istifadə edirəm, amma siz istədiyiniz bitki yağından istifadə edə bilərsiniz. Zeytun yağı burada islənə qədər, qazanımız islənə qədər mən də soğanları, soyulmuş soğanlarımı doğramağa davam edeyim. 2 diş də sarımsağım var burada. Bunlardan da istifadə edib şorbama ətir verib, həm də əlbəttə ki, fayda vermək üçün. Həm ləzzətli olsun, həm də faydalı olsun. Bunları yavaşdan göndəririk qazanımıza. Burada yavaş-yavaş qovrulmağa başlasın, tərləməyə başlasın. Soğanla sarımsaq orada qovrulana qədər yağda biz nə edəyik dostlar? Bu tərəvəzləri yaxşıca, çox incə doğrayaq. Yarım ədəd turp tam olaraq kifayət edəcək deyə düşünürəm. Yəni hər bir tərəvəzdən yarım dənə istifadə edəcəm. Çünki qazanım ona yetdi idi. Əgər ki siz çox istifadə eləsəz, bir balaca böyük qazan istifadə edə bilərsiniz. Əla, hamısını qarışdıra da bilərik. Çünki aşağı-yuxarı bişmə dərəcələri və qaydaları eynidir. Onun üçün belə bir qaşıq götürək yanımıza və yavaş-yavaş soğanı sarımsaqla qarışdıraq. Alovu kontrollü bir şəkildə gedək ki, soğanla sarımsağımız yanmasın. Əla, bu tərəvəzlərimizi doğradıq. Sıra gəldi çatdı yer kökünə. Kərəviz kökünü də doğradıq. Ağ turpumuzu da doğrayaq. Eyni qaydada. Rəzyananın kökünü də bu şəkildə doğrayırıq. Rəzyananın ətri çox qüvvətli olduğu üçün istəyirəm şorbam ləzzətli olsun. Onun üçün tam-tamına doğrayacağım, hamısını əlavə edəcəm. Rəzyananı bilirsiniz ki, fərqli yerlərdə istifadə edirik. Yəni fenkil deyirlər buna, fenkil köküdür. Yəni çox həm faydalıdır, həm də ləzzətlidir. Və əlbəttə ki, zəncəfil. Zəncəfili də xırda-xırda doğrayın ki, həm şorbamıza bir balaca acılıq verəcək, həm ləzzət, həm də dad. Əla, bütün yer kökləri doğradıq. Şorbamız burada yavaş-yavaş artıq hazır olur. Soğanımızla sarımsağımız qovrulur, biraz altını açaq və bütün bu ərzaqları əlavə edək. Bəh. Görürsünüz, yəni yarım ədəd doğradıq. Artıq qazanımız demək olar ki, doldu. Amma sizi bu qorxuzmasın. Əlbəttə ki, bunlar bişə-bişə həcmdə azalacaqlar. Çünki bunlar da tərəvəzdir. Suyunu buraxacaq. Tam istədiyimiz kıvama gəlib çıxacaq. Əla. Yəni, yaxşıca qarışdırırıq. Gür alovda qızardırıq. Bunlar burada qızarana qədər qeyd etdiyim kimi kartofdan da istifadə edək. Kartofun həm
ləzzəti, həm də ki, əlbəttə ki, teksturu bambaşqadır. Və şorbalarda xüsusən də çox sevirəm. Onun üçün kartofunu da yaxşıca doğrayırıq. Əslində mən çox faydalı bir şorba hazırlamaq istədim. Yəni tapa bildiyim yer köklüləri tapdım. Amma ki, əgər ki siz fərqli yer köklülərdən istifadə eləmək istəyirsinizsə, əlbəttə ki, fərqlilərdən də istifadə eləyərək daha da faydalı şorba əldə edə bilərsiniz. Və yaxud da 1-2 dənə də tapsaq problem deyil. Yəni onlardan da istifadə edib çox gözəl şorba əldə edə bilərsiniz. Əla. Bizə nə lazımdır dostlar? Tərəvəzlər. Yəni bu tərəvəzlər suyunu buraxsın. Suyunu buraxması üçün hər zaman vurğulayıram, nə etmək lazımdır? Duz vurmaq lazımdır. 2-3 çimdik bol duz vururuq ki, tərəvəzlər suyunu buraxsın. Mənə də lazım olan elə budur. Baxın dostlar, necə suyunu buraxmağa başlayacaq tərəvəzlər. Əla, gördüyünüz kimi çalışdım bütün ağ rəngli əslində yer köklü tərəvəzlərdən istifadə edin ki, şorbamız bəmbəyaz, çox gözəl, pürüzsüz olsun. Əla, tərəvəzlərimiz burada pişənə qədər kartofumuzu da əlavə eləyək. Kartof da bunlarla birlikdə yavaşdan burada tərləməyə başlasın. Yəni isti ona da dəysin, öz dadını həm versin, həm də digər tərəvəzlərin dadını özünə qarışdırsın. Məncə bir ədəd kartof tamamilə yetərli olacaq buna. Biraz da qaya duzundan istifadə edeyim. Qaya duzunun əslində duzluğu azdır, çox deyil. Amma çox da faydalı bir duzdur. Əlbəttə ki, biraz qara bibər. Görürsünüz, tərəvəzlər artıq yavaş-yavaş həcmdə azalmağa da başladı. Suyu qarışdırmağa tam vaxtıdır. Tam üzərinə gələcəyi qədər su əlavə edirəm. Tam da zamanında sobanın səsi gəldi. Baxaq görə bizim şirniyyatımız nə vəziyyətdədir. Vay 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 dostlar. Tam istədiyim kimi oldu. Vay 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 vay, bu gözəlliyə baxın. Dəhşət bir şeydir. Əlcəyi artıq şaşqınlıqdan tərs giyindim. O qədər gözəl görsənir ki, yəni ətri, qoxusu tam da istədiyim bu idi ki, həm vanil qoxusu gəlsin, almanın, limonun qoxusu inanılmaz gözəl görsənir. Kərəyağının qoxusu dəhşətdir. Bunu qoyun kənarda biraz dursun, soyusun, ta ki biz yeməkləri bitirənə qədər. Borş seriya 8 sobaları ilə istənilən təamı rahatlıqla hazırlayın. Avtopiloton ilə təcil edilmiş bu sobalarda əvvəlcədən təyin edilmiş hazır bişirmə proqramları sizi əsl şefə çevirəcək. İnqridiyentləri hazırladıqdan sonra o müvafiq proqramdan birini seçin və yeməyin çəkisini əlavə edin. Borş sobası avtomatik olaraq geri qalan hər şeyi müəyyən etsin. Sizə isə sobadan hazır yeməyi çıxarmaq qalsın. Borş sobalarını elə indi borshome.com saytını keçid edərək və ya rəsmi distributorlardan da əldə edə bilərsiniz. Həyatı boş kimi yaşa. Əslində yer kökü çox faydalı bir şorba hazırlayır. Amma dostlar, əgər ki bu şorbanı fərqli bir şəkildə, mən özümü nəzərdə tutaraq deyirəm, ətsiz bir şey yeyə bilmirəm. Xüsusən də şorbanın içində bir balaca ət olmalıdır. Əgər ki dadını dəyişdirmək, bir balaca belə deyim də, ət qarışdırmaq istəyirsinizsə, içində biraz ətirli sosisdən və yaxud da kalbasadan və yaxud da viçinadan qovura bilərsiniz. Mən bugün bunu eləməyəcəm, amma sizə bir fikir olsun deyə bunu deyirəm. Hələ ki blender eləməyimizə vaxt var, çünki şorbamız burada yavaş-yavaş pişir. Mən nə edəcəm? Kərə yağlı simit hazırlayacağam. Yəni simit artıq hazırdır. Mən bunu sadəcə olaraq doğrayıb şorbamıza kruton əvəzi əslində əlavə edəcəm. Bol kərə yağı, kərə yağı burada yavaş-yavaş əriməyə başlasın. İstəsəz kərə yağına sarımsaq da qarışdıra bilərsiniz, mən bunu etməyəcəm. Biraz da fərqli əlavə eləmək istəyirsinizsə, biraz da fərqli ədviyyatdan da istifadə edə bilərsiniz. Mən biraz kəkyotu əlavə eləyəcəm. Biraz da acılı biber. Şorbamız da burada artıq demək olar ki hazırdır. Amma
əlbəttə ki, 1-2 doxunuşu qalıb. Bunun üçün də nə edirik? Altını azaldıram. Blender yanımdadır. Burada 200 mg qaymaq var. Şorbanın bir ətri var. Yəni buna rəzyana bir ətir verib, dəhşət. Bunu əlavə edirik dostlar. Birbaşa şorbanın içində burada 200 mg krem qaymaq var. Və şorbamızı yaxşıca blenderdan keçiririk. Şorbanın da altını tam olaraq bağlayıram. Şorbanın qapağını biraz bu cür açaq ki, buharlanmasın. Yavaş-yavaş simiti qarışdıraq. Görürsünüz, rəngi də dönür. Şorbamız hazır. Yanındakı hazırladığımız kruton simit də hazırdır. Bol yağda. İstəsəz zeytun yağı da istifadə edə bilərsiniz. Biz də yavaş-yavaş keçək ana yeməyin hazırlığına. Bunun üçün də əlbəttə ki, qazanların yerini dəyişdirdim. Gür alova alıram. Biraz tavamıza zeytun yağı əlavə eləyək ki, burada yavaş-yavaş isinsin. Qeyd etdiyim kimi, çox gözəl toyuq medalyonu hazırlayacağıq. Bunun üçün də yağ burada isinməlidir. Ədviyyatları yanımıza götürək. Duz və qarabibər. Və gözəl bir medalyon kəsək. Bunları da bu şəkildə, yəni bu ölçüdə medalyonlara bölürük. Hər bir filədə aşağı-yuxarı 3-4 ədəd medalyon çıxa bilər. Bunları da bu şəkildə düzürük və eyni qaydada da digər filelərdə medalyonlara bölürük. Bunları yaxşıca duzlayırıq hər iki tərəfdən tavaya atmadan. İstədiyiniz ədviyyatdan əslində istifadə edə bilərsiniz. Mən sadəcə olaraq duz, qara istiotdan istifadə edəcəm. Çünki daha sonra bunları fərqli bir şəkildə ləzzətləndirəcəm. Çeviririk və digər tərəfdən də yaxşıca duzlayıb istiotlayırıq. Biraz da toyuqları da zeytun yağı ilə yağlayaq. Tavanı yağladıq. Biraz da toyuqları da yağlayaq. İlk öncə qabımızı, medalyonçuqlarımızı bura yığırıq. Yenə də üzdən yaxşıca yağlayırıq. Yenə də eyni qaydada. Bu şəkildə medalyonlarımızı yığdıq. Üzdən də bir dəfə də yaxşıca yağlayaq. Yavaş-yavaş bunları tavaya ata bilərik. Günler güzel boynunda beslenir bugün. Ey gülür aşık daşırsan kalbimiz kimi. Əlbəttə ki, bunları yaxşıca çevirmək üçün maşa lazımdır. Əla, döşəkləri yavaşdan hazır olur. Biz axı demişdik xardallı. Biraz altını alırıq. Belə bir Dijon xardalı var burada. Bunu alıram yanıma. Və bir qaşıq vasitəsilə hər bir soyuq döşəkin üzərinə gələcək şəkildə xardal. Vam alova almışam bu arada toyuq döşətini, filesini və pendirib bol sevirsinizsə bol da eləyə bilərsiniz və yaxud da mənim qədər bu cür dənə-dənə hər toyuğun üzərinə gələcək şəkildə qoya bilərsiniz.
qapağını bağlayırıq. Burada yavaş-yavaş qovrulsun, biz də salatı hazırlayana qədər. Bunun yanında qarnir olaraq coleslaw salatından hazırlayacağım dostlar. Yəni bunun üçün də əlbəttə ki, kələmdən deyil, maruldan istifadə edəcəm. Yəni kağının bir növü də əslində. Yəni çox ləzzətlidir, çox suludur. Dedim ya, bugün bir fərqli bir coleslaw salatı hazırlayaq. Bunun üçün də əlbəttə ki, belə bir salatı xırda-xırda doğrayırıq. Varlığım, ürəyim, canım, min yaşa otlar diyarı. Belə bir qab götürüm. Iceberg kağısı da coleslaw salatı məncə çox gözəl yaraşacaq. Gördüyünüz kimi həm sərt yerlərini, həm yumuşaq yerlərini doğradıq. Qabımıza yığdıq. Biraz fərqli bir salat olacaq. Qeyd etdiyim kimi 2 ədəd, hətta 1 ədəd belə yetərli olacaq deyə düşünürəm. Yaxşıca soyuruq. Daha asan doğramaq üçün bu cür bir tərəfi var. Mənim soyacağımın və bunu da yaxşıca bu şəkildə əziyyət çəkmədən uzun-uzun istədiyim kimi doğrayıram. Sən mənim varlığım, ürəyim, canım. Kələmi doğradıq. Kələm dediyim kağını doğradıq, kökü doğradıq. Sıra gəldi çatdı üzüm və almaya. Üzümü də öncədən yumuşdum. Bunu da yaxşıca saplağından ayırırıq və 2 yerə bölürük. Çox asan və sadə. İnanılmaz gözəl bir dad verəcək. Bu arada bu üzüm tər üzümdür, təzə çıxan üzümdür. Bir balaca turşuluğu da var. Yəni xüsusi bir dad verəcək bizim salatımıza. Belə bir almamız vardı, 1 ədəd qalmışdı. Bunu da xırda-xırda doğrayaraq dostlar, bu salatın ən gözəl məqamı da nədir? Yəni biraz qoz əlavə edəcəm və bir balaca belə deyim də kişmişdən əlavə edəcəm bu salata. Əlbəttə ki, qozu əlimizlə bu cür əzərək, bunların ikisini də qarışdırmışdım, yumuşdum əlbəttə ki öncədən. Əgər ki kişmiş çox qurudursa, sizə tövsiyəm isti suda yuyun ki, kişmiş bir balaca yumuşalsın. Mənim kişmiş tər kişmiş idi, yəni təzə kişmiş idi. Görsənir ki, çox da quru deyildi. Onun üçün görürsünüz, hətta görsəlindən belə görsənir. Bunu da əlavə edirəm. Aşağı-yuxarı hərəsindən 1 ovuc qoz və kişmiş bura əlavə edib, daha sonra əlbəttə ki, biraz göyərti, xüsusən də şüd əlavə eləməyi çox sevirəm bu salata. Və sousdan da əlavə edəcəm. Mən bugün qeyd etdiyim kimi sousu həm mayoneza, həm də bir balaca qatıqdan istifadə edəcəm. Mayonez çox az, bir də qatıq. Dostlar, demək olar ki, hər bir şeyimiz hazırdır. Salatımız da hazır. Bunu yaxşıca qarışdıraq, yaxşıca qablarımıza düzək və süfrəmizi açaq. Yadındamı ötən günlər, qəm çoxalır, ömr azalır, üzümüzdə, alnımızda, o illərdən izlər qalır, gələsizim keçənləri yada salaq dönə-dönə, ötən günə gün çatarmı, calasan da günü günə. Və dostlar, gəldik bugünkü verilişimizdə sonuna. Və təbii ki də ən sevdiyim məqama, önündə düzülən ləzzətli görsənən yeməklərin dadımına. İlk bismillah deyib başlayıram şorbadan. Gözəlliyə baxın. Şorba biraz qıvamlı oldu, yəni biraz qatı oldu. Amma əlbəttə ki, onun qatılığını həll eləmək sizin əlinizdədir. Yəni biraz su qata bilərsiniz və yaxud da bir balaca da, belə deyim də, tərəvəzi bol edib, yəni meyvəni bol edib, tərəvəzi bol edib, daha da belə qatı eləyə bilərsiniz. Bismillah deyib baxaq görək. Yəni bu əslində şedevr adam
belə deyim də bozmaq istəmir. Amma məcburən baxaq görək necə oldu. Ən son üzərinə qəşəngcənə simit qovurdum kərə yağında. Baxaq görək necədir. Nə qədər isti aylarda olsaq da, yəni bu şorba o qədər faydalıdır ki, yəni kim deyir ki, faydalı yeməklər ləzzətsiz olur, səhvdir ki, faydalı yeməklər də bu qədər ləzzətli ola bilər. Əlay dostlar, mən bunu bitirəcəm. Amma ki, əlbəttə ki, sırada ana yeməyimiz var. Ana yeməyimizlə birlikdə də burada salatı var yanında qarnir olaraq. Koslo salatı. Koslo salatını biraz fərqli şəkildə elədik. Yəni biraz üzüm qarışdırdım, həm tər üzüm, təzə üzüm, həm də quru üzüm. Biraz qoz qarışdırdım, cəfəri, şüd. Kələmdən istifadə etmədim, kələmin yerinə kağıdan istifadə elədim. Baxaq görək necədir. Baxaq görək bizim xardallı toyuğumuz nə vəziyyətdədir. Əlbəttə ki, ən son üzərinə turş xiyar da əlavə elədim. Baxaq görək hamısı birlikdə necədir. Amma deyirəm ki, bu yeməyin dadı daha da ləzzətli olması üçün yanında buz kimi Coca-Cola olmazsa olmazıdır. Doğmalarımızın ətrafında keçirdiyimiz hər an həyatımıza yepyeni duyğular gətirir. Ailə üzvlərini süfrə arxasına toplayan dəyişilməz dadı isə illərdir Coca-Coladır. Coca-Cola məhsul çeşidləri hər zövqü oxşayaraq, kiçikdən böyüyədək hər kəsin sevimlisinə çevrilir. Hər zaman süfrələrimizin qonağı olub. Hər kəsin ürəyinə yol tapan bu məşhur dadla siz də özünüzü və yaxınlarınızı sevindirin. Süfrələrinizi Coca-Cola ilə bəzəyin. Çünki əsl möcüzələr Coca-Cola ilə başlayır. Və sırada günün bombası var. Alma piroqu. Yəni bu alma piroqunun adı lakumkadır. Yəni adı kimi dadı da var. Baxa görə necədir. Ən ləzzətlisi bilirsiniz nədir dostlar? Ümumiyyətlə kəsmikli desertləri, yəni şirniyyatları çox sevirəm. Amma almanın biraz diri qalmağı, yəni kəsmiyin də öz ləzzətini qatmağı, dağılan belə bir xəmirin olmağı, yəni bu deserti, bu şirniyyatı inanılmaz dərəcədə ləzzətli eləyir. Yəni sizə tövsiyə edirəm, siz də evinizdə hazırlayın, yəni bu resepti xüsusən də yaddaşa verin. İnanın mənə ki, daima hazırladığınız desertlardan biri olacaq, əminəm. Dəhşət. Çəngəl vurmaqla gördüyünüz kimi dağılmağı bir olur. Yəni o qədər yumuşacıq, pambıq kimi və ləzzətlidir. Bir sözlə əla. Bu reseptləri yenə də sizlər üçün hər zaman olduğu kimi sevgimi qataraq mən Ramişef hazırladım. Ənənəvi olaraq bu və buna bənzər bir çox reseptləri görüb izləmək və öyrənmək istəsəz, o zaman bu ürünü elə indi keçin YouTube və Instagram səhifəmə. Əlbəttə ki, hər həftə yeni reseptləri qaçırmamaq üçün səhifələrə abunə olmağı da unutmayın. Tam da bu yerdə sizinlə xudahafizləşirəm. Gələn həftəyədir. Uca Allah sizləri qorusun, ruzu bərəkətiniz bol olsun, gününüz ləzzətli olsun. Yadındamı ötən günlər, qəm çoxalır, ömr azalır, üzümüzdə, alnımızda, o illərdən izlər qalır. Gələsizim keçənləri yada salaq dönə-dönə, ötən günə gün çatarmı, calasan da günü günə. Verilişin baş sponsoru Alman brendi Bosch. Verilişin sponsoru Coca-Cola.